mən yarı hissəni buradan, yarı hissə isə nəzərdən keçəcəm. Əsas hissəni isə buradan keçəcəyik, belə deyək. Və bugünkü mövzumuz say sistemləridir. Say sistemləri nədir? Yəqin ki, informatikadan azdan çoxdan İKT-dən filan eşitmisiniz universitet vaxtı bu say sistemləri ifadəsini. Say sistemləri nədir? Rəqəmlər vasitəsilə ədədlərin yazılış qaydasıdır. Rəqəmlər vasitəsilə ədədlərin yazılış qaydasıdır. Biz gündəlik həyatda istifadə edirik 0, 1, 2, 3, 4, 5 rəqəmlərindən. Bunlar bizdə 9 da daxil olmaqla 10 rəqəm var və bu rəqəmlərdən müxtəlif ədədlər düzəlir. Bunlar bizdə ərəb rəqəmləridir. Və bu özü də əslində bir say sistemidir, onluq say sistemidir. Gündəlik istifadə etdiyimiz ədədlər onluq say sistemində olan ədədlərdir. Və yoldaşlar, say sistemləri ümumi olaraq iki qrupa ayrılır. Mövqeli say sistemləri və mövqesiz say sistemləri. Mövqesiz say sistemi nədir? Mahiyyəti nədir? Mövqesiz say sistemində ədədin rəqəminin qiyməti durduğu mövqedən adından göründüyü kimi asılı deyil, mövqesizdir. Yəni istənilən bir mövqedə dayana bilər, müəyyən bir şey ifadə edəcək. Amma mövqeli say sistemində biraz fərqlidir. Durduğu mövqedən asılı olaraq bu bizə qiyməti fərqli bir şəkildə verə bilər. Məsələn, deyək ki, 1-in yanında bir dənə 0 qoysaq, bu bizdə 10 olacaq. 1-in yanında bir dənə 0 qoyub, arıca bir dənə də 0 qoysam, bu bizdə 100 olacaq. Və ya 3 dənə 0 qoysam 1000 olacaq. Və ya başqa. İndi bu mövqeli say sistemidir. Mövqesiz say sistemi isə biz bir o qədər çox istifadə eləmirik. Gündəlik həyatda sadəcə bəzi simvollardan istifadə elədiyimiz rum rəqəmləridir. Rum say sistemidir. Və burada sırf bir neçə növ simvollardır, ədədlərdir ki, bunlardan istifadə olunur. Tək bir rəqəmi var. 5 rəqəmi var, tək 5 rəqəmi. Bilirsiniz yəqin ki, baxın ekranda qeyd edirəm. Bu qaydada yazılır. Tək 1 bu qaydada yazılır, yoldaşlar. 5 rəqəmi bu qaydada yazılır və növbəti 10 rəqəmi var, x şəklində yazılır. 50 rəqəmi var, 50 ədədi L şəklində yazılır. 100 ədədi var, C şəklində yazılır və sonra 500 ədədi var, D şəklində yazılır və 1000 ədədi M şəklində yazılır, yoldaşlar. Yenə deyirəm, bunlar bizə bir o qədər çox lazım olmayacaq. Bunların hansı belə deyək qaydalarda istifadə edə biləcəyik? Bu haqda da testdə işlədikdə sizə həmin tipsləri verəcəm, izah edəcəm. Əsas keçək köklənək mövqeli say sistemlərimizə və mövqeli say sistemlərində adından göründüyü kimi say sisteminin əsasında yerləşən ədədin durduğu mövqedən, rəqəm durduğu mövqedən asılıdır və asılı olaraq bizim ədədimizə təsir edə bilər. Və mövqeli say sisteminə bir sıra say sistemləri daxildir. Buna gündəlik istifadə etdiyimiz onluq say sistemini qeyd elədim və əlavə olaraq bir neçə say sistemləri də var. Gəlin də bunlar haqqında öyrənək. Və bu aşağıda qeyd etdiyim mövqesiz say sistemi və rum rəqəmləri, rum say sistemi hesab olundu. Keçək bu hissəyə baxaq, yoldaşlar. Hər biriniz yəqin ki, mənim ekranımı görürsünüz. Mən hətta görüntünü bağlaya da bilərəm ki, tam ekran boyunca ekranı görəsiniz. Demək, baxaq. Mövqeli say sistemlərimizə ikili say sistemi, 8-li say sistemi, 10-luq say sistemi və 16-lıq say sistemləri aiddir. Və burada dərsliyimizdə də qeyd olunub bir cədvəl var. Orada sistemləşdirilmiş şəkildə həmin say sistemlərinin simvolları, say sisteminin əsası və bir simvolun yaddaşda tutduğu yer qeyd olunub. İndi gəlin bunlar haqqında tam ətraflı öyrənək. Demək, ilk olaraq bizi qarşılayır ikili say sistemi. İkili say sisteminin binary sistemdir və bunun iki əsas simvolu var. 0 və 1. Say sisteminin əsası 2-yə bərabərdir. Say sisteminin əsası deyəndə nə nəzərdə tuturuq? Onun tərkibində neçə dənə simvol varsa, onun sayı, yoldaşdır. 0 və 1 varsa 2 dənə ədəd var və bu say sisteminin əsası hesab olunmuş olacaq. Növbəti 8-li say sistemi. 8-li say sisteminin simvolları 0, 1, 2, 3, 4, 5, 6, 7 də daxil olmaqla 8 ədəddir. 8 ədəddir, çünki 0 da var qarşısında. Və burada say sisteminin əsası yenə 8 olmuş olacaq. Yəni, yenə deyirəm, neçə dənə simvolla ifadə oluna bilirsə bu say sistemi, o say sisteminin əsası adlanmış olacaq. Və burada bir simvolun tutduğu yer, üzr istəyirəm, ikili say sistemində bir simvolun tutduğu yer haqqında məlumat vermədim. Bir simvolun tutduğu yer bir bit olmuş olacaq, yoldaşlar. Bəs bu bir bit hardan qaynaqlanır? Bayaq testdə elə
az öncə sual verdik bunu ki, məsəl üçün 3 bitlə kodlaşdırıla bilən. 3 bitlə kodlaşdırıla bilən nə idi? Yəni o 2-nin üstündəki qüvvət şəklində 2-nin üstü 3 və orada alan 3 bit bir simvolun həcmi idi, elədir. Burada da ikili say sistemində 2 üstü 1 şəklində ifadə edirik və bir rəqəmini qüvvətə qaldırım. 2 üstü 1 şəklində ifadə edirik və bu bizdə bir simvolun ikili say sistemində bir bit yer tutduğunu göstərmiş olacaq. Necə ki biz dedik ki, kompüterin yaddaşında yazdığımız bütün məlumatlar, bütün informasiya, bütün simvollar sıfırlar, birlər şəklində kodlaşdırılır və həmin sıfırın özü, birin özü hamısı bir bit yer tutmuş olur. Elədir? 8 dənəsi də birləşib bir dənə byte əmələ gətirmiş olurdu. Amma yenə də kodlaşdırılanda 0-1 şəklində kodlaşdırılır deyə bir simvol, bir bit, 1 0 və 1 1 bir bit yer tutmuş olacaq. Təbii ki, bu ikili say sistemində. 8-li say sistemində artıq fərqlidir. Əgər 8-li say sistemindən istifadə ediriksə və burada olan ifadələri, yazıları 8-li say sistemində ifadə ediriksə, yazırıqsa, burada bir simvol 8 bərabərdir, daha doğrusu 3 bit bərabərdir 2 üstü 3 şəklində. Bax, bunun üstündəki qüvvətdən qaynaqlanmış olacaq və bir simvol 8-li say sistemində 3 bit yer tutmuş olacaq. Say sisteminin əsası da 8 olmuş oldu. Simvolları da 0-dan 7-də daxil olmaqla olur. Və növbəti gəlir onluq say sistemi. Onluq say sistemində 0-dan 9-a qədər, 9 da daxil olmaqla 10 dənə ədəd var. 10 dənə simvolu var. Və burada say sisteminin əsası yenə neçə ədəd varsa o qədər olacaq. Say sisteminin əsası 10 olacaq. Və növbəti gəlir 16-lıq say sistemi. Hexadesimal deyə belə deyək, bizim informatika elmində səsləndirilir. Amma sizə o adları əzbərləmək vacib deyil, öyrənmək vacib deyil. Əsas say sisteminin maraqlarını, say sisteminin mahiyyətini bilməyiniz kifayətdir. Demək, 16-lıq say sistemində, yoldaşlar, simvollar 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 da daxil olmaqla olur. Və ondan sonra artıq başlayır 10, 11, 12, 13, 14 və 15. 16-lıq say sisteminin əsası 16 olduğundan biz burada 0-dan başlayaraq 16 dənə simvol düzməliyik. Və ona görə sonuncu simvol gəlir düşür 15-ə. 15-də dayanır artıq. Bəs deyə bilərsiniz ki, bu 10, 11, 12, 13, 14, 15 necə olacaq? Say sistemində, yoldaşlar, bir simvol, hər simvol daha doğrusu bir bit, daha doğrusu bir yer tutduğundan, burada biz yanaşı olaraq heç vaxt 2 ədədi bir yerdə ifadə edə bilmərik. Məsələn, onluq say sistemində gəldi sonuncu ədəd olaraq necədə dayandı? 9-da dayandı. 9-dan oyuna getmədi ki. Amma biz bu ədədlərdən istifadə eləyərək onluq, yüzlük, millik, 100 millik və s. vahidlər yaratmışıq da, elədir. 16-lıq say sistemində də belədir ki, 9-a qədər gəlir və yenə 9-a qədər mən müəyyən vahidlər yarada bilərəm. Artıq 9-dan sonra ikili kombinasiya gəldiyi halda, yəni 1-0 yanaşı oldu, 10 ədədi gəldiyi halda, bu 10 ədədini mən yazsam 1-0 şəklində oxuya bilərəm 16-lıq say sistemində. Amma təkcə 10 olaraq bir ifadə bir yerdə götürə bilmərəm. Ona görə 16-lıq say sistemində bunu yaradan mütəxəssislər baxırlar ki, biz 16-lıq say sistemində 9-a qədər ədədləri ifadə edirik, amma 9-dan sonra 15-ə qədər, 15 də daxil olmaqla olan ədədləri əlifbanın ilk hərfləri ilə ifadə edək. Burada artıq 10 ədədini A hərfi ilə, 11 ədədini B hərfi ilə, 12 ədədini C hərfi ilə, 13 ədədini D hərfi ilə, 14 ədədini Y hərfi ilə, 15 ədədini F hərfi ilə ifadə edirlər. Və toplamda yenə 16 simvol olmuş olur. Artıq belə deyək də, 16-lıq say sistemində siz bax bu hissəni unudacaqsınız, yoldaşlar. Bunun yerinə artıq bu simvollar gəlmiş olacaq. Yəni, qeyd elədiyimiz 10, 11, 12, 13, 14, 15 ədədlərini A, B, C, D, Y, F ədədləri, simvolları uyğun olaraq əvəz edəcək. Aydındır. Növbəti keçirik. Say sistemində əsas qaydalarımızdan biri nə var? Əsası n olan istənilən bir say sisteminin ən böyük rəqəmi n-1, ən kiçik simvol isə 0-a bərabərdir. Baxaq, bu dərslikdə də qeyd olunub, yoldaşlar. Bəs bu hardan qaynaqlanır? Baxın, bizim say sistemimiz, ikili say sisteminin əsası neçə oldu? İkili say sisteminin əsası 2 oldu.
və 2 oldusa, say sisteminin əsası n-dir və n olan say sisteminin ən böyük rəqəmi n-1, yəni 2-1. Ən böyük rəqəm neçə oldu? Həqiqətən də 1 olur. 8-lik say sistemində əsası neçədir? 8-dir və ən böyük simvolu, ən böyük rəqəmi hansı oldu? 8-1, yəni 7. 10-luq say sisteminin əsası neçə oldu? 10. Ən böyük rəqəmi neçə olacaq? 10 çıxılsın 1, yəni n çıxılsın 1, 9. 16-lıq say sisteminin əsası 16-dır və ən böyük rəqəmi tapmaq üçün 16 çıxılsın 1, 15. Amma biz dedik ki, 15 şəklində yaza bilmərik. Bunu f ilə ifadə edirik deyə 16-lıq say sisteminin ən böyük rəqəmi, ən böyük simvolu f olmuş olacaq. Hamısında fərq eləmir. İstənilən say sistemində hamısında ən kiçik simvol isə 0 olacaq. Yəni 0-dan başlayaraq kodlaşdırılacaq. Aydındır yoldaşlar. Bu da belə. Bu da belə. Növbəti keçirik nəyə? Say sistemlərinin çevrilməsi. Bax, bizim əsas işimiz bunlar əsasında olacaq və bu tipdə demək olar ki, testimiz bu tipdə misallarla işlənəcək. Başlayaq ilk olaraq onluq say sistemində çevirmə üsullarımıza. Mən bununla bağlı sizə bir neçə üsul deyəcəm, yoldaşlar. Siz bunların hamısını yaxşı şəkildə öyrənin. Çünki say sistemi vacib mövzulardandır və deyə bilərik ki, qəbulda rahat bir dənə sualımız bu bölməyə aid, bu mövzuya aid ola bilər. Və deməli baxırıq nəyə? İlk olaraq onluq say sistemi əsas aralarında çevirmələri öyrənəcəyik. 2-lik say sistemindən 8-lik say sistemindən, 16-lıq say sistemindən onluq say sisteminə çevirmə, həmçinin onluq say sistemindən 2-lik say sistemi, 8-lik say sistemi və 16-lıq say sisteminə çevirmələri öyrənəcəyik. Demək baxıram. Bir dəqiqə yoldaşlar. Okay. Sənən 37 ədədi onluq say sistemində verilib. İkili say sistemine çevriləndə nə olacaq? Okay. 37 ədədi sual olaraq belə bir sual verilir. 37 ədədi onluq say sistemində verilən bir ədəddir. Yəni gündə istifadə edildiyimiz ədəd olaraq. İkili say sisteminə çevirəndə necə bir ədədə çevrilmiş olacaq? Yəni yoldaşlar, biz dedik ki, daxil etdiyimiz bütün simvollar kompüterin yaddaşında nə qədər yer tutur? Daha doğrusu nə ilə ifadə olunur? Sıfırlar və birlər şəklində. Yəni biz 37 ədədini klaviatura üzərindən kompüterə daxil etdiyimiz halda kompüterin yaddaşında sıfırlar, birlər şəklində necə kodlaşdırılır, onu öyrənəcəyik. Kompüterin beynində necə kodlaşdırılır, onu öyrənəcəyik. Demək, burada iki üsul var. İndi çubuqlu bölmədə eləyə bilərsiniz. Mən hal-hazırda burada çubuqlu bölmə olaraq yazmamışam, amma indi yazı xətti olaraq burada göstərəcəm. Məsələn, 37 ədədi qeyd edirəm. 37 böl 2 alınır məndə 18 yoldaşlar. Elədir. Bir balaca xəttim pis ola bilər. Bununla bağlı zəhmət olmasa məni anlayışlı qarşılayın yoldaşlar. Çünki çox pis yazdım hətta deyək. Davam eləyək. 37-ni 2-yə böləndə alınır 18. Nəyə görə 2-yə bölürük yoldaşlar? Onluq say sistemindən istənilən say sisteminə çevirdiyimiz halda 2-lik say sisteminə çevirəmsə, 8-lik say sisteminə çevirəmsə, 16-lıq say sisteminə çevirəmsə, say sisteminin əsasına bölə-bölə gedəcəm. Yəni mən hal-hazırda 37 ədədini 2-lik say sisteminə çevirirəm və 2-yə bölə-bölə gedəcəm. 37-ni 2-yə böləndə 18, alıram burada 36, çıxıram, qalıqda 1 qalır. Bax, bu 1-i bura mütləq şəkildə qeyd edirəm. Növbəti 18. 18-i 2-yə böləndə, yoldaşlar, alınır 9. 9-u bura yazıram və vururam 18 alınır. Çıxıram bu 18-i buradan. Qalıqda neçə alınır? 0 alınır. Və 0-ı da bura yazıram. Növbəti 9 bölünsün 2. Yenə alınır nə? 4. Çıxıram 8. Qalır mənə neçə? Qalıqda 1. Və növbəti 4-ü bölürəm 2-yə. Yəni hər növbəti aldığım qiyməti, bölmə nəticəsində alınan qiyməti 2-yə bölə-bölə gedirəm yoldaşlar. Bölürəm 2-yə, alınır 4 və çıxıram. Yenə burada qalığını yazıram. Bəzən uşaqlar biraz ağıllı tərpənmək istəyirlər. Bu qalığı burada yazmırlar. Amma qalığı burada yazmaq mütləqdir. Çünki biz qalıqlar əsasında artıq ikili say sistemində nə qədər yer tutub onu tapacağıq. Bölürəm 2-yə, qalıqda 0 və burada da 1 alınmış olur
yoldaşlar. İndi baxıram. Baxın, mən 37 ədədini ikili say sisteminə çevirəndə, yəni 2-yə bölə-bölə gedəndə qalıqları bunlar almış oldum. 1, 0, 1, 0, 0, 1. Və mən artıq bunu ikili say sisteminə çevirmək istəyəndə, baxın tərsinə, tərs qaydada belə düzəcəm. Buradan başlayaraq bu tərəfə gedəcəm. Yəni 37 ədədi kompüterin yaddaşında 1, 0, 0, 1, 0, 1 şəklində kodlaşdırılmış olacaq. Mən bunu burada bu qaydada yazmışam. 37 bölünsün 2, 18, qalıqda 1. 18 bölünsün 2, 9, qalıqda 0. 9 bölünsün 2, 4, qalıqda 4-ü 2-yə vuranda qalıqda 1 qalır. 4 bölünsün 2, 2, qalıqda 0 qalır. 2 bölünsün 2, ədəd 1, qalıqda 0 qalır. Və sonda da bu 1 ədədini götürürsünüz və tərs qaydada düzürsünüz. Burada bu qaydada yazmışam, amma siz çalışın həmişə bunu budaqlı bölməklə edin. Bu birinci üsul, yoldaşlar. Bura aid sualı olan var. Sualımız var bura aid, yoldaşlar. Xeyr, mən. Əla. Çox gözəl. İndi baxaq. Mən 37 ədədini elə dərhal bunun ardınca çevirəcəm 16-lıq say sisteminə. Baxaq. 37 ədədini 16-lıq say sisteminə çevirəndə 16-ya bölə-bölə gedəcəm artıq. Bir dəqiqə. 16-ya bölə-bölə gedəcəm. 37-ni 16-ya böləndə 2. Vururam 2-ni 16-ya 32. Çıxıram həmin 32-ni buradan. Qalır neçə? 5. Demək ki, 37 ədədi, indi baxaq, bu və bunu nəzərə alacağım. Demək ki, 37 ədədi 10-luq say sistemində verilən ədəd olaraq 16-lıq say sisteminə çevriləndə 2 və 5 ədədlər, yəni 25-ə bərabər olmuş olacaq. Aydındır yoldaşlar. 37 ədədi 10-luq say sistemində verilib, 16-lıq say sisteminə çevirəndə 25 olmuş olacaq. Aydındır. 2-yə çevirəndə isə 1, 0, 0, 1, 0, 1 şəklində yazılmış olacaq. 8-yə keçirmək istəsəm 37-ni 8-ə bölə-bölə gedəcəm və orada tamam fərqli bir qiymət alacağım, tamam fərqli bir ədəd alacağım. Yəni bax, fərq eləmir yoldaşlar. 10-luq say sistemindən istənilən say sisteminə keçirdiyiniz halda ədədi həmin say sisteminin əsasına bölə-bölə gedirsiniz. 37 ədədini mən 5-lik say sisteminə keçirsəm, 37-ni 5-ə bölə-bölə gedəcəm və axırda alınanları yenə birləşdirəcəm və 5-lik say sistemində məsəl üçün nə ilə ifadə olunub bunu bildirəcəm. Və digər qaydada, digər say sistemlərdə çıxsa yenə 10-luq say sisteminə, istənilən say sisteminə çevirdiyimiz halda bölə-bölə gedirik. Və 37 ədədini hal-hazırda çevirdik. 10-luq say sistemindən ümumiyyətlə ikili say sisteminə çevirmək üçün başqa bir üsul qayda da var. Mən bu üsulu sizə deyəcəm yoldaşlar. Adətən bu üsul, bura diqqətlə qulaq asaq, bir tık üst səviyyədir. Biraz üst səviyyə uşaqların istifadə elədiyi və işlətdiyi suallar, daha doğrusu üsuldur. Həmçinin üst səviyyə müəllimlərin tələbələrə izah elədiyi üsuldur. Bu bölmə qaydası şablon müəllimlər də bunu istifadə edir. Yəni ən sadə üsuldur. Biraz vaxt aparan da ola bilər. Amma indi baxaq. İkinci üsulumuz hansıdır yoldaşlar? 37 ədədini ikili say sisteminə çevirəndə baxıram ki 37-yə qədər 2-nin hansı qüvvətləri var? Elə 37-dən aşağıya doğru başlayaraq baxıram ki 32 var, 2 üstü 5. Sonra 2 üstü 6 artıq 64 eləyir və mən onu buraya yazmıram. 2 üstü 5 var, 32. 2 üstü 4 var, 16. 2 üstü 3 var, 8. 2 üstü 2, 2-nin kvadratı 4. 2 üstü 1, 2. Və 2 üstü 0, 1. Ədədin üstü 0 olanda həmişə 1-ə bərabərdir. Və 2-nin qüvvətlərini yazdım. Baxın yoldaşlar, bu qaydada. İndi baxıram. Bu ədədlərdən, hələ ki bax bu hissəyə, hələ ki bax bu pluslar və birlər sıfırlara baxmayın yoldaşlar. Bu hissəyə baxırıq hələ ki. Baxıram ki, bunlardan, bu ədədlərdən hansı mənə 37-ni, birləşib hansı 37-ni verər mənə? Baxıram ki, 32, 37-nin tərkibində ola bilər. 32-ni götürürəm və qarşısına bir dənə plus yazıram. Növbətə baxıram 16. 32-nin üstünə 16 gələndə baxıram ki, bu 37-ni aşır. 48 eləyir. Ona görə bunu götürmürəm artıq. Qarşısına bir dənə minus yazıram. Növbəti, mənim bir dənə ədədim var amma 32 götürmüşəm. Artıq 37-nin 32 vahidini tamamlamışam. Qalan o 5 vahid var. İndi onu tamamlamalıyam yoldaşlar. Baxıram ki 8. 32 ilə 8-i toplayanda eləyir 40. Və bu da 37-ni aşır. Bu da məni tamamlamadı. Qarşısına yazıram 0.
Daha doğrusu minus. Növbəti 32-nin üstünə 4 gəlirəm. Baxıram ki, hə 32-nin üstünə 4 gələndə 36 eləyir yoldaşlar. Və 37-də tamamlamaq üçün hələ var. Ona görə 4-ü də götürürəm. Qarşısına yazdım plus. Sonra baxıram ki, yekunda aldığım nədir? 36. 37-nin 36 dənə vahidini tamamlamışam. Neçə vahid qalıb? 1 vahid. 36-nın üstünə 2 gəlirəm. Baxıram ki, artıq bu 38 eləyir, 37-ni aşır. Yenə buna minus qoyuram. Və 36-nın üstünə 1 gəlirəm. Baxıram ki, 37-ni tamamladı. Ona görə 1-i də götürürəm və qarşısına plus qoyuram. Nəyin qarşısında plus qoydumsa, onun qarşısından 1 yazıram. Nəyin qarşısında minus qoydumsa, onun qarşısından 0 yazıram. Baxın bu qədərdir. 1, 0, 0, 1, 0, 1. Həqiqətən də bölmə nəticəsində eyni şeyi almışdıq. 1, 0, 0, 1, 0, 1. Eyni şeydir də yoldaşlar. Gördünüz? Hər iki üsulda tətbiq oluna biləcək üsuldur. Amma yenə dediyim kimi bu biraz üst səviyyə üsuldur və daha tez bir yol verir bizə. Bu isə daha uzun və daha vaxt itirən bir üsuldur. Yəni nəyə görə uşaqlar? Aha, bir dənə bu hissəni qeyd edeyim, sonra əlbəttə sualınızı verə bilərsiniz. Bu nəyə görə uzun üsul qeyd olunur uşaqlar? Məsələn, burada 37 ədədi olmasaydı, deyək ki, bir 568 ədədi olsaydı. Siz onu belə get, sonra sıfırları birləri orada oturub birləşdir. Ehtiyac yoxdur. 568-ə qədər baxacaqsınız ki, 512, 2 üstü 9-a qədər bütün vahidləri yaza bilərsiniz. 2-nin bütün qüvvətlərini yazacaqsınız. 2 üstü 0-dan tutmuş. 568-ə qədər hansı ola bilər? 512 ola bilər. Hamısını yazırsınız. Sonra onun içərisindən hansı 568-i tamamlaya bilərsə, onları cəmləyirsiniz. Və hansılar da tamamladısa, onların qarşısında 1, tamamlamayanların qarşısında isə 0 yazırsınız. Aha, indi kim idi sual verən? Sualını səsləndirsin. Bax mənim orada aşağıda yazdınız 32 plus 4 36 yəni 37-nin içərisində var deyənə plus 1 qoyduq. Bəli. Düzdür? Bəli. Bəs 32 plus 2 34 o da 37-nin içərisində var. Nə var? Ona niyə minus qoyduq? Nə var? 32 plus 2. Aha. 2 1. Yəni 2. O da 32 plus 2 34 37-nin içərisində var. Aydındır. Bəs ona niyə minus qoyduq? Aydındır. Diqqətlə qulaq asaq. Yaxşı sualdır ki, niyə bu aşağıdakına minus qoyuruq, ondan sonrakına onun növbəkini plus qoyuruq. Baxın, mən yuxarıdan aşağı başlayaraq qüvvətlədim də, elədi 2 üstü. Baxdım ki, 37-yə qədər nə gələ bilər? 32 gələ bilərdi. 64 gələ bilməz ki. 32-dən başladım. 32, 16, 8, 4, 2, 1 yazdım. Elədir. Və 32 vahidini doldurdum artıq. 32 dənəsi doldu 37-nin içərisində. Bunun qarşısına plus qoydum. 32-nin üstünə 16 gəldim. Alındı 48. Buna minus qoydum. Vermədi ki mənə 37-ni. 8 gəldim 32-nin üstünə. 40 elədi. 32-nin üstünə 4 gəlirəm. Artıq 4 vahid də qoydum bunun içərisinə. 36-ya kimi tamamladım. Və 36-dan sonra artıq 36 vahidini tamamlamışam. 36-dan sonra 2 gəlsəm, axı bu mənə tamamlamır. 38 edir. Tamamlayır, sadəcə aşır. Yəni burada 32-nin üstündə bu növbəti 2 ilə 1-i gəlmirsiniz. 32 ilə 4-ü artıq cəmləmisiniz də, elədir. Artıq 2 dənə ədədlə bunun müəyyən qədər vahidini doldurmusunuz. Yəni 32 ilə 4-lə siz bunun 36 vahidini doldurmusunuz artıq. Və sizə artıq qalan 37-i tamamlamaq üçün hansı vahid lazımdır? 2 lazımdır yoxsa 1? Təbii ki 1. 2 37 versin bizə. Onun da qarşısına plus qoyuruq və 1 yazırıq. Aydındır? Aha, başa düşdüm. Çox gözəl, çox gözəl. Növbəti digər yoldaşlar. Bu üsulu da, əvvəlki üsulda başa düşdünüz? Bəli, müəllim. Sual yoxdur ki, keçək davamına. Yenə deyirəm, 16-lıq say sisteminə çevirin, 2-li say sisteminə çevirin, 8-liyə çevirin. 10-luq say sistemindən bir qayda olaraq, baxın, mən bunu, belə deyim, sizlərə hayqıraraq çatdırıram. 10-luq say sistemindən istənilən say sisteminə keçdiyiniz halda bölə-bölə gedirsiniz. İndi baxırıq, istənilən say sistemindən 2-lik olsun, 8-lik olsun, 16-lıq olsun. Bunlardan 10-luq say sisteminə keçəndə bəs necə eləyəcəyik? İstənilən say sistemindən 10-luq say sisteminə keçərkən qüvvəti ayrılış üsulundan istifadə eləyəcəyik. Baxırıq, baxın, yazılıb burada. Mən bunu sileyim yoldaşlar. Bu bizdə artıq yer tutmasın, istəyirsinizsə. Bunu da siləyik. Okay. Baxıram bura yoldaşlar. Bax belə bir ədəd verilib. 1001. Bunu hətta buradan yazıram bir daha. Baxın, bu ikilik say sistemində verilmiş bir ədəddir. 1 1 0 1 0 1 0 0 1. Və bunu onluq say sisteminə çevirmək üçün nə edəcəyik? Qüvvəti ayrılış üsulu. Gəlirik.
ədədin, ikili say sistemində olan ədədin üstündən sıfırdan başlayaraq, mən yenə bir balaca çətinlik çəkəcəm burada deyəsən yazmağa. Sıfırdan başlayaraq yoldaşlar, mən bunu üstünü indeksləyirəm. 0, 1, 2, 3, 4, fikir verirsiniz yoldaşlar. 5, aha, 5, bir balaca burada yenə çətinlik çəkdim. 6, 7 və 8 yoldaşlar. Burada aydın görməsəz, yuxarıda çaplı vəziyyətdə də qeyd etmişəm. Biraz bununla bağlı mənə anlaşdı, qarşılayın, zəhmət olmasa. Digitizerim hal-hazırda yanımda deyil, yoxdur, təəssüf ki, mənimlə deyil. Ona görə planşet vasitəsilə yaza bilmirəm. Amma buradan bir o qədər də pis vəziyyətdə deyil. Düşünürəm ki, oxumaq olar. Yuxarıda çaplı vəziyyətdə də qeyd etmişəm. Baxın yoldaşlar, üstünü qüvvətlədim. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8. Sıfırdan başlayaraq hara kimi gedirsə qüvvətləyirsiniz. Və sonra nə edirik? Baxın, mən burada bunun əsasında yazacağım. Hansı əsasdan olduğu. Bax, ikilik əsaslandı. İkili say sistemində olandı. Baxın, nə edirik yoldaşlar? 1 vurulsun, 2 üstü, üstündəki qüvvət 0. 1 vurulsun, 2 üstü 0. Sonra 0 vurulsun, 2 üstü, say sisteminin əsası üstü 1. 0 vurulsun, say sisteminin əsası 2 üstü 2. 1 vurulsun, 2 üstü 3. 0 vurulsun, 2 üstü 4. 1 vurulsun, 2 üstü 5. 0 vurulsun, 2 üstü 6. 1 vurulsun, 2 üstü 7. 1 vurulsun, 2 üstü 8. Və yekunda bunların hamısını cəmləyirik yoldaşlar. Demək baxaq, mən burada sizə bir şey də deyim ki, baxın yoldaşlar, mən burada deməli silim. Demək yoldaşlar, baxaq. Mən burada 1 vurulsun 2 üstü 0, 0 vurulsun 2 üstü 1 şəklində indi yazıram, bunu davam edirəm. Bax, burada da açılışını yazmışam. 1 vurulsun 2 üstü 0, plus 0 vurulsun 2 üstü 0, plus 0 vurulsun 2 üstü 1. Baxın yoldaşlar, burada ədədin 0 vurulsun 2 üstü 0 yazmağının bir mənası yoxdur zaten. Yekunda cavab yenə də mənə 0 verəcək. 1 vurulsunda yazmaya bilərsiniz. Yəni birbaşa 2 üstü 0, plus 2 üstü 3, plus 2 üstü 5, plus 2 üstü 7, plus 2 üstü 8 də yaza bilərsiniz. Çünki ədədi 1-ə vuranda zaten özü alınır. 0-a vurulanları da niyə yazmaya bilərsiniz? Çünki 0-a vuranda zaten ədəd 0 alınır. Amma üstünün qüvvətlərini bu qaydada yazın ki, hansı qüvvətdən sonra hansı qüvvət gələcək. Baxın, ona görə burada sıfırların üstündən xətt çəkəcəm. Bax, bunların üstündən xətt çəkəcəm, yoldaşlar. Bax, bunların üstündən xətt çəkəcəm. Qalanları 2 üstü 0, plus 2 üstü 3, plus 2 üstü 7, plus 2 üstü 8. Bunları cəmləyirəm və yekunda mənə ikili say sistemindən onluq say sisteminə çevrilmiş şəkildə onluq say sistemində alınan ədəd görsənmiş olacaq. İndi burada hesablamamışam. 2 üstü 0 1 eləyir. 1 plus 8 9 eləyəcək. 9 ilə 32 41, 41 ilə 2 üstü 7 128, plus da 256. Bunların hamısının cəmi yekunda mənə bu ədədin onluq say sistemində hansı ədədə bərabər olduğunu göstərəcək. Aydındır yoldaşlar. Sual var, Bright? Müəllim, orada 1 vurulsun 2 üstü 0. Bəli. Plus 0 vurulsun 2 üstü 1 deyil. Bəli. 2 üstü 0 yazmışsınız siz deyəsən. Hə, ola bilər, ola bilər. Orada mənim 0 vurulsun 2'nin kvadratı olmalıdır. 2 üstü 1 yazmışsınız. Burada dəyişik eləmişəm. Bir dəqiqə yoldaşlar, yəni mən bunu düzəldim. Burada ola bilər. 2 sürüşdürmə eləmişəm də sadəcə deyək. 2 üstü 1, 2 üstü 2. Qalan hər şey qaydasındadır. Elədir, yoxsa? Hə, qalan hər şey qaydasındadır yoldaşlar. Bəli. Əssalam, əla. Belə. Başqa sual yoxdur ki, Bright? Xeyr, müəllim. Əla. Bu ikili say sistemindən onluq say sisteminə çevirmə oldu. Eyni zamanda 16-lıq say sistemindən çevirmə də eyni qaydada olacaq. 8-lik say sistemində də çevirmə eyni qaydada olacaq. Bax, məsəl üçün 1FC ədədi yazmışam, elədir. Yenə üstünü başlayıram. Sağdan başlayaraq sola doğru indeksləməyə, qüvvətləməyə. 0, 1, 2. Sonra nə edirəm? 1 vurulsun. Baxın, ədəd 1 vurulsun. Say sisteminin əsası neçədir? 16. 16 üstü 2. 16-nın kvadratı. Üstə gəl. F-in 16-lıq say sistemində olan qiyməti neçə oldu yoldaşlar? 15 elədir. 15 vurulsun 16 üstü 1. Üstə gəl. C-nin 16-lıq say sistemində olan qiyməti neçə oldu? 12. 12 vurulsun 16 üstü 0. Və bunların yekunda cəmi
mənə 16 say sistemindən onluq say sistemini çevrilmiş ədədi vermiş olacaq. Aydındır? Bu biraz o birislərə nisbətən Burada çətindir. hamıdan hə. Aha, bir də təkrar eləyək. Deyirəm ki, bu biraz o birislərə nisbətən daha çətindir. İnanın ki, çətin heç nə yoxdur. İnanın, qulaq asın bir dənə mənə. Bax, İnanıram sizə, amma baxıram ki, daha çox şey tələb edir sanki. Ee, Digərlərinə tık baxaq. işləmək olur. Bunu biraz dəqiqlik lazımdır, daha çox. okey. Dərs olaraq deyirsiniz, yoxsa bu 16-lıqdan 10-luğa keçmək deyirsiniz? Yox, elə 16-lıqdan 10-luğa keçmək. Baxın, siz zamanla testləri işlədikcə 16 say sistemində olan F nəyə bərabərdir, C nəyə bərabərdir, A nəyə bərabərdir bunu biləcəksiniz. Vəssalam. 1 vurulsun 16-nın kvadratı. F-in qiymətini bildim artıq da 15-dir. Yəni 15 nəyi ifadə edir? Və ya bu belə bir şey də ola bilərdi, yoldaşlar. Baxın, 195. Bax, belə bir şey də ola bilərdi. 16-lıq say sistemində 195 10-luq say sistemində verilən ədəd deyil. 10-luq say sistemində çevirmək lazımdır. Niyə edəcəkdim? 1 vurulsun 16-nın kvadratı plus 9 vurulsun 16 üstü 1 plus 5 vurulsun 16 üstü 0. Ədədi nəyə vururam? Say sisteminin əsasının 10 üstündə olan indeksinə, qüvvətinə. Okeydir? Tuta bildik? Mənim bu soldan sağdan sola heç bir problem yoxdur da hesablamaq. Necə? Çünki bax, ikilikdən onluğa keçəndə, Aha. hə, onluğa da keçəndə. Yəni soldan sağa doğru başladıq hesablamağa. Fərq eləmir. İstəyirsiniz soldan sağa Fərq doğru eləmir, başlayın, istəyirsiniz yəni. sağdan sola. Hə. Amma indeksləməni sağ tərəfdən, yəni ən axırıncı ədəddən başlayıb 0, 1, 2, 3, 4, 5 yazacaqsınız. Sonra artıq hansı ədədin üstündən neçə düşürsə, onun qüvvəti qaydası, 2-nin qüvvəti qaydasına yazacaqsınız. Aha, başa düşdüm. Şeydir. Arada səslər qarışdı. Bundan öncə danışan kim idi, yoldaşlar? Röya. Hə, Röya, buyur Röya. Necə idi sual? Önemli değildi, sal değildi. Aha. Deyirdim ki, siz mənə soruşdunuz ki, bu dəfə tutdum. Mən də dedim ki, Aha. bayaq da tutmuşdum. Orada okey. məni F-lər, Aydın, C-lər aydın. Hə, narahat bir balaca o eləmədi. Sadəcə dolayı yolla gedirik daha çox sanki burada. Okey, bəli. Bir balaca orada F, C falan olanda, yəni o ədədlər olanda, Onların boşuna. hə, onlar artıq bir balaca bizi elə bil ki, artıq 16-lıq say sistemində də hansı ədədə bərabərdir onu tutmalıyıq. Ondan sonra da vurmasını çevirməliyik. Amma çalışın ki, bu sualları diqqətlə işləyin. Çünki mən məsəl üçün bəzən tələbə yazır D ədədi, məsəl üçün testdə D ədədi verib. D-yə baxır ki, D əslində 16-lıqdan 13-dür, elədir. Bu bunu 12 ilə eləsə, 12 vurulsun 16 üstündə eləsə, onda artıq bütün belə deyə qiymət pozulmuş olacaq. Bir balaca bunları üstündə testləri çox işləyin ki, əlinizə öyrəşdirin və göz yaddaşından da yadda saxlayasınız ki, hansı ədəd hansı hərfi bildirir, həmçində hesablamada vurmasını, toplamasını düz eləyəsiniz. Bura kimi sual var yoldaşlar. Növbəti mən bir dənə sual izah eləmək istəyirəm sizə. Testdə də qarşımıza çox çıxacaq və bunun üçün artıq hesablamaya ehtiyac yoxdur. 1024 ədədi, 512, 256, 128, 64, 32 bunlar 2-nin üstü qüvvətlərdir, elədir yoldaşlar. 2048, 4096, 8192, 16384 bunlar hamısı 2-nin üstü müəyyən qüvvətə qədər gedib çıxır. Bəs uşaqlar, bu tip misallarda biz hesablamanı necə aparacağıq? Baxıram ki, 1024 2 üstü 10-a bərabərdir. Mən 1024-ü 2-yə belə gedərək də, yəni onluq say sistemində verilən ədəd olaraq, bir dənə mən bunu onluğa da çevirim ki, bu bizə misal olaraq tam aydın olsun. Onluq say sistemində verilən 2-nin üstü hər hansı bir qüvvətdə olan ədədi ikilik say sisteminə çevirəndə belə getməyinizə ehtiyac yoxdur. Bu halda nə edirsiniz? Baxın, bu bizdə 2 üstü 10-a bərabərdir. Və mən bu halda nə edəcəm, yoldaşlar? Qarşıya bir dənə 1 atıram və burada 2-nin qüvvəti neçədir? 10-dur. Ardınca da 10 dənə 0 atıram, yoldaşlar. Baxın bu qaydada. 2, 4, 6, 8, 9, bir dənə də 0 atıram. Baxın, qarşısında bir dənə 1, qalan üstünün qüvvəti qədər də 0 olmuş olacaq. Bəzən bu tip suallar çox rastımıza çıxacaq. Deyir ki, məsələn 2048 ədədində sıfırların sayı birlərin sayından nə qədər çoxdur? Həmişə əgər ədəd 2-nin qüvvəti şəklində ifadə oluna bilirsə, 2048 2 üstü 11 deməkdir. Burada həmişə bir dənə 1 və qalan o qüvvətdə olan ədəd qədər 0 olmuş olacaq. Yəni, belə deyək, 2 üstü n-lə ifadə oluna bilən bir ədəddirsə, n qədər 0, qarşısında isə bir dənə 1 olacaq. Yəni, 11 dənə 0,
Bir dənəsi 1 olacaq və bu misaldan artıq bu sual şərtindən asılı olaraq 2 nə qədər çoxdur? 11-dən 1-i çıxırıq, 11 dənə 0 var. Bir dənə də 1 var. 10 dənə çox, belə deyək, 0 var. Dəfə desə artıq 11 dəfə çox 0 olmuş olacaq. Aydındır yoldaşlar. Bura aid sual var. Müəllim, biz burada onlu say sistemindən ikili say sisteminə Bəli, burada onluq say sistemindən keçdik. Bəli. Bu sadəcə bir qeyd idi. Bu tipdə suallar qarşınıza çıxa bilər deyə bunu bildirdim sizə. Başqa sual? Yoxdur ki? Xeyr, yox, normal. Əla, çox gözəl. Yoxdursa, keçirəm 16-lıq, daha doğrusu ikili say sistemindən 16-lıq say sisteminə, həmçinin 16-lıq say sistemindən ikili say sisteminə çevirmə üsullarına. Baxaq yoldaşlar burada nəyə? Deməli, bir dənə bura bir dənə xətt atım. Bunu qalınlaşdırım ki, bu bizim nəzərimizə çarpsın ki, burada ayırma var. Demək yoldaşlar, baxırıq nəyə? İkili say sistemində verilmiş ədədlərdə biz bunu 16-lıq say sisteminə çevirərkən 2-nin qüvvətlərindən və 16-nı bölənlərindən istifadə edəcəyik. Bu bizdə 8-4-2-1 prinsipi olaraq adlandırılacaq. 8-4-2-1 prinsipindən istifadə edəcəyik. Baxın, ədəd verilib ikili say sistemində 1, 0, 1, 0, 1, 0, 0, 1. Belə bir ədəd verilib. Mən hətta bu aşağıdakıları da silirəm ki, sizin fikrinizi qarışdırmasın. Baxıram, yoldaşlar. Bunu mən 4-4 parçalara ayıracağım. Niyə 4-4 parçalara ayırıram? Biz dedik ki, ikili say sistemində bir simvol nə qədər yer tutur? 1 bit yer tutur. 8-lik say sistemində bir simvol 2-nin üstü 3, yəni 3 bit yer tutur. 16-lıq say sistemində 2 üstü 4, 4 bit yer tutur. Və mən bunu yoldaşlar sağ tərəfdən başlayaraq 4-4, qoy görün burada parça varsa həmin parça ilə bunu ifadə edeyim. Deməli parça, necə parça var? Bu parçadan istifadə edə bilərik. Məsələn, baxın 4-4 bunu ayırıram yoldaşlar. Baxın bu qaydada. 4-4 bunu ayırdım. Eynisindən bir dənə də istifadə edəcəm. Baxın 4-4 bunu bitlərə ayırıram. Gəldim, indi baxıram. 4-4 ayırandan sonra bunu soldan başlayaraq hər 4 biti üzərində 8-4-2-1 yazaraq bunların yerini dəyişik yazmayın ha yoldaşlar. 8-4-2-1. Bax bu ardıcılıqla yazırsınız. Baxın 8-4-2-1 yazdım. Eyni qaydada bu ayırdığım 4 bitliyə də 8-4-2-1 yazdım. Və yazandan sonra baxıram ki, bu 8-4-2-1-in cəmi mənə nə verir? Cəmi toplamda 15 verir. Yəni 15 də 16-lıq say sistemində ən böyük ədəd olan F-ə bərabərdir. Elədir? Və ya mən 16-nın bölənlərinə baxsam, 16 hansı ədədlərə bölünür? 16 bölünür 8-ə. 2, 4, 8, 16. Bəli. 16 bölünür yoldaşlar nəyə? 8, 4, 2 və 1 elədir. Və təbii ki 16-nın özü, indi 16-nın özünü burada qeyd eləməyəcəyik. 8, 4, 2, 1. Baxın bunun əsaslarını, bu bölənlərini yazıram bunun üstünə. İndi baxıram. Burada nəyin üzərində, daha doğrusu nələr birin altına, birin üstünə düşürsə, onları götürəcəm, onları qəbul edəcəm. Nələr sıfıra düşəcəksə, onları götürməyəcəm yoldaşlar. Baxın, bunların üstünə bir dənə xətt çəkirəm. Bundan da xətt çəkirəm, bundan da xətt çəkirəm, bundan da xətt çəkirəm. Baxıram ki, 8 ilə o rəngini dəyişək, belə bir rənglə çevirək. 8 ilə 2 düşdü birlərin üzərinə. Və 8 ilə 2-ni cəmləyəndə neçə eləyir mənim üçün? 10. Yazdım onu bura. Sonra baxıram. Burada isə birlərin üzərinə 8-dən 1 düşür. Bu da eləyir cəmi neçə yoldaşlar? 9. Və yazıram 10, 9. Amma mən bunu 16-lıq say sisteminə çevirəcəm. 16-lıq say sisteminə çevirəndə mən 10 ədədi yaza bilməzdim axı. 10 ədədi mən 16-lıq say sistemində nəyə bərabər idi yoldaşlar? 10 ədədi bərabər idi A ədədinə. Elədir? 9-a kimi nömrələyirdi. Artıq 9-dan sonra olanları A, B, C, D olaraq. Demək ki, bunun bizdə yazılışı A,
9 ədədi olmuş olacaq. Aydındır. Bax bu ədəd ikili say sistemində verilmiş. Bu ədəd 16-lıq say sisteminə çevriləndə A 9 ədədinə bərabər olmuş olur. Aydındır yoldaşlar. Bəli, və ən çətini budur. Məncə. Belki də çətini, bu daha çətin. Çətin deyil zamanla. Le- Mənim Bunlar bu gələcək çox ki, daha- çətinləşdi vəbşim. Şu şeylər yadımdan çıxdı mənim. Çətin deyil yoldaşlar, çətin deyil. Testi işlədikcə bu əliz öyrəşəcək buna. Bu ən sadə üsulla izah olunan bir izahdır. Yəni bundan o yana kimdənsə gözləməyin ki, bəlkə Fuad müəllim yaxşı izah eləmir. Gözləməyin ki, yəni kimsə bundan o yana nəsə asan bir izah verə bilər. Ən sadə, ən rahat izahdır. Ən rahat qayda ilə sizə izah elədim. Mahiyyətini tuta bildiniz bunun? Bəli. Bunun mahiyyətini tuta bildiniz? Əla. Əsas mahiyyəti tutun. Əvvəlkilər yaddan çıxsa da, zamanla test işlədikcə, bax bu sənədi də sizə göndərəcəm. Buradan da baxa bilərsiniz. Həmçinin dərslikdə də qeyd olunub müəyyən nümunələr. Oradan da baxıb xatırlaya bilərsiniz. İndi gəlin bir dənə də 16-lıq say sistemindən ikili say sisteminə çevirək. Və sonra da dərsimizi yekunlaşdıraq. Məsəl üçün bir dənə ədəd götürürəm. Götürürəm ədəd olaraq nəyi? Məsələn, nə yazaq yoldaşlar? Qoy görüm testlər arasında nümunələrdə nə var. Demək, baxıram məsəl üçün 8 D5 D5. Yəni bunu yazı qaydası olaraq özümdə yazıram. 8 D5. Özüm biraz aralı yazdım ki, burada bir mahiyyət var, onu izah edəcəm sizə. Bunu necə yazacağıq yoldaşlar? Demək, yenə 16-nın bölənləri hansı ədədlər oldu? 8, 4, 2, 1. 8, 4, 2, 1. Bəli. Yenə 16-lıq say sistemində verilən ədədi ikili say sisteminə çevirmək üçün 8, 4, 2, 1 prinsipindən istifadə edəcəm. Yenə bax burada da 8, 4, 2 və 1 yazdım. Burada da 8, 4, 2 və 1 yazdım. Elədir. İndi baxıram. Bu 16-lıq say sistemində verilənlərdən hansı mənə bir dəqiqə qələmin rəngini dəyişək ki, burada çərçivə alacaq. Ya bu rəngdən istifadə edək. Baxaq yoldaşlar. Bunlardan hansı mənə, baxın 16-lıq say sistemində olan 8 ədədini verər. 8, 4, 2, 1-dən. Hansı verər? Yalnız 8 verər. Bunu dairəyə alıram. Baxıram D-də. Nə 8 verər? Baxın, bu 16-lıq say sistemində verilmiş 8D5 ədədidir və mən bunu ikili say sisteminə çevirmək istəyirəm. Və ikili say sisteminə çevirəndə də yenə 16-lıq say sistemində olan ədədin hər bir ədədini 8, 4, 2, 1 prinsipi ilə parçalayıram və bunlardan, bu 8, 4, 2, 1 ədədlərindən hansı mənə 8-i, D-də məsəl üçün D-nin qiyməti 13-dür, hansı mənə 13-ü, 5-də məsəl üçün hansı 5-i verər mənə, indi bunları tapacam. Baxıram yoldaşlar. 8, 4, 2, 1-dən sadəcə 8-i götürsəm, mənə 8-ə bərabərləşdirmiş olacam. 4, 2, 1-i artıq götürmürəm. Elədir. Buna bir dənə hətta bir dənə də plus qoyuram. Qalanlarına minus, minus, minus qoyuram. Sonra baxıram. D ədədində 8, 4, 2, 1. D-nin öz qiyməti neçə idi? 16-lıq say sistemində. 13 idi. 8, 4, 1. Hansılar verər? 8 verər. 4 və 1. 4 verər. 2 verməz və 1 verər. Elədir. Sonra baxıram. 5 ədədində 8, 4, 2, 1-dən hansı mənə 5 verər? 8 verməz. 4 ilə 1. 4 verər. 2 də verməz. 1 verər. İndi baxıram. Nəyə plus qoydumsa, yoldaşlar? Nəyə plus qoydumsa, ona yazıram 1. Nəyə minus qoydumsa, ona yazıram 0. 0, 0, 0. Bunda da 1, 1, 0 və 1. Elədir. Və bunda da nəyə minus qoydumsa 0, 1, 0,
və plus qoyduğum 1. Elədir. İndi baxıram, 8D5 ədədi əslində 16-lıq say sistemində, daha doğrusu ikili say sistemində 1, 0, 0, 0, o çox böyük yazdım. Ardınca yenə 1, 1, 0, 1. Sonra baxıram, burada da 0, 1, 0, 1 ədədinə bərabər olmuş oldu. Aydındır yoldaşlar. Başa düşdük bunu. Bəli. O bayaq bölmə göstərmişdiniz. Onunla eyni prinsipdədir deyəsən. Hansı bölmə? oxşuyur. Bundan oxşar qaydadadır, bundan oxşar qaydadadır. Amma Yuxarıdakı, ondan yuxarıdakı hansı? oxşatdım biraz. Bu Bəli, bəli. demək olar. Bəlkə də demək olar. Buradakı prinsip həmişə yoldaşlar 16-lıqdan 2-yə çevirəndə, 16-lıqdan 2-likdən 16-lığa çevirəndə həmişə 8-4-2-1 prinsipinə əsaslanırıq. Və yenə də nəsə 0 verirsə, onları götürmürük və ya nəsə minus verdisə, onları bunu ədədə toplamaq üçün istifadə etmədiksə, onlara 0 yazırıq. Nələrdən istifadə elədiksə, onlara plus və ya 1 yazırıq. Başa düşdünüz yoldaşlar bu üsulu? Müəllim bir sual verə bilərəm. Əlbəttə. 16-lığa deməli ikilikdən yox, 16-lıqdan 2-liyə çevirdikdə düzdür? Hal-hazırda bəli 8D5 ədədi 16-lıq say sistemində Bu verilmiş müəllim ədəddir. 16-nın özünü çox götürmürük də. 16 heç vaxt götürülmür. Xeyr, 16-lıq say sisteminin əsası n-dirsə, n ədədidirsə, onun ən böyük rəqəmi n-1. Yəni 16-dırsa bunun əsası, 16-1 15 ola bilər. 15 də ifadə olmadığına görə f ilə ifadə olundu. Bildim. Müəllim, bəs məsələn deyirəm 7F3. 7F3. Gəlin çevirək. Məsələn deyirəm. Yəni onda da 8-4-2-1 prinsipi ilə gediləcək də. Yenə eyni qaydada bəli. Gəlin hətta çevirək. Əyani şəkildə mən sizə bunu daha aydın göstərdim. Baxaq. Ədədi bir də deyək. 7F3 dedim deyəsən. 7F3. Bax, ədəd sizə yanaşı verilsə, siz də bu qaydada mənim kimi bir kənarda ayrıca yazın ki, bunları bir-birindən qrup quraşdıranda qarışmasın. Yenə gəlirəm aşağısına. 1, 2, 3, 4. Xəttə böldüm. 1, 2, 3, 4 xəttə böldüm. 1, 2, 3, 4 xəttə böldüm. Elədir. Yazıram. 8, 4, 2, 1. 8, 4, 2 və 1. Burada da 8, 4, 2, 1. İndi baxıram. Mənə 7-ni bunlardan hansı verir? Özdə qəşəng bir misal vermişsiniz. Burada bir aydınlığı sizə çatdıracaq. Mənə burada bunlar 8 verməz. 4, 2, 1 verər. Elədir. 4, 2 və 1. Elədir. F-in qiymət neçədir? F əslində məndə 15-dir. Elədir. 8, 4, 2, 1. Hamısı mənə 15-i verməlidir. Elədir. Hamısına plus qoyuram. Yəni çəkinməyin, ha birdən elə bilərsiniz ki, mən hamısına plus qoydumsa misalım yanlışdır. Yox. Yəni ola bilər də. Əsas odur ki, yəni burada maksimum 15-ə qədər tamamlayacaqsınız ədədi. 3-də də ki, 8 verməz, 4 verməz, 2 1 verər. Elədir. İndi baxıram. Nəyə yazdım ki, yaşılı götürək. Nəyə yazdım minus, nəyə yazdım plus? 0 0 1 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 0 0 1 1 yazdım. Elədir. İndi baxıram. Mən bunun üzərində necə düzəcəm? 0 dedi. Elə. Silsəm yaxşı olar, təzədən yazım. 0. Bu 0 ədədi nədirsə bunu yazanda çətinlik çəkirəm biraz. 1 1 digitalizerin bir şey yaxşıdır ki, planşetlə də daha rahat yazmaq olur. 1 1. Sonra da buradakı 0 0
1 1 Vəssalam. 7F3 ədədi ikili sayı sistemində bu ədədə bərabərdir. Burada yazanda yoldaşlar, bax bu qarşıdakı bu sıfırı görürsünüzsə, bunu yazmayacaqsınız artıq. Nəyə görə yazmayacaqsınız? Qarşıda sıfır varsa, o zaten heç nəyi həll eləmir. Necə ki, bax bu futbol formalarının falan üstündə olur ha, 0-1 yazılır. Nömrə olaraq, sıra nömrəsi olaraq 0-1 yazılır. 07, 08 Ay sol 01, 02, 03, 04. Əslində onluq say sistemində dedilər belə nömrələnib 01, 02, 03, 04. Amma biz bunu nə vaxtsa oxuyanda 01 deyə oxumuruq ki, 1, 2, 3, 4, 5 deyə oxuyuruq da sıra nömrəsi olaraq. Elədir? 7 nömrə, 8 nömrə deyə deyirik, bəli. Bəli. Burada da qarşıda olan 0 nəsə bir ədəd olaraq oxunmayacaq. Yəni 1, 1, 1, 1, 1 deyə oxuyacaqsınız. Sonra ortada artıq 0 olsa, hə, ortadakı 0 oxuyacaqsınız. Yalnız qarşıda olan 0 oxumayacaqsınız yoldaşlar. Aydındır? Əgər ədəd 0-dan başlayırsa, o 0-ın orada yazılmağının bir mənası yoxdur. Yenə bax, burada onluq say sisteminə nümunə əsas gətirdiyim kimi. 01, 02, 03, 04 yazılıbsa, bax 02, 03. Mən bunu sıra nömrəsi olaraq belə oxumayacağam ki, 1, 2, 3, 4, 5 deyə oxuyacağam da, elədir? Bax, bu da o qaydada yoldaşlar. Aydındır? Bəli, müəllim. Bir dənə də sual vermək istəyirəm. Olar. Müəllim, orada 7F0 olardı 3-ün əvəzinə. Təbii ki. 0 olacaqdı. Onda artıq Onda necə yazacaqdıq? heç bir olmayacaqdı. Hamısı minus, 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 0, 0, 0, 0. Vəssalam. 0. Amma o sıfırları artıq düzəcəksiniz. Çünki sonda gələn sıfırdır. Əgər Sondadır. əvvəldə Aha, olsaydı, başa hə, onda düşdüm. düzməyəcəkdi artıq. Aha, başa düşdüm. Çox sağ olun. Əla. Başqa yoldaşlar? Digər yoldaşlar, sual varsa deyək. Yoxsa dərsimiz bu qədər. Mən recordingi dayandırıram və bunu YouTube üzərinə yerləşdirəcəm. Oradan izləyərsiniz yoldaşlar.